Yaşın yaş üstə gəlməsi insanın yaşaması deyil. Filankəsin 50 yaşı oldu, 52 yaşı oldu. O mənim yaşım deyil. Yer kürəsi ki, bir dənə günəşin ətrafında dövr eləyir, yer kürəsi günəşin ətrafında 365 günə fırlanır. Bir dənə dövr tamamlandı, oldu sanki bir yaşı. Bu 50 il o yer kürəsinin yaşıdır. İnsan nə vaxt yaşayır? İnsan da tövhidin ətrafında pərvanə kimi dövr eləyə bilərsə, fikirləri, düşüncələri tövhid əsasında qurularsa, Allah istəyən kimi yaşayıb, Allah istəyən kimi ölsə, onda yaşayır. Niyə girsən Kəbənin ətrafında dövr eləyirsən? Kəbə kimin evidir? Allahın evidir. Niyə dövr eləyirsən? Sanki sən deyirsən ki, istəyirəm həyatımla sənin ətrafında dövr eləyim. Yəni istəyirəm həyatımı sənə vəsl edeyim. Yəni istəyirəm sən deyən həyatı yaşayım. Necə ki Qurani Kərimdə buyurur: "İnne salati və nusuki və mahyaya və mamati lillahi rabbil alamin." Allahım, namazım da sənin üçündür. Həyatım da sənin üçündür. Həccim də sənin üçündür. Ölməyim də sənin üçündür. Bunun bir peyğəmbər deyil, İbrahim peyğəmbər. Yəni bu həyatımı sənə vermişəm ya Rabbil alamin.